Bağışlayan və mehriban Allahın adıyla. İnsanın yaradılış hədəfi, qayəsi budur ki, daim inkişafda olsun. Daim proseslər geçsin onun ruhunda. Çünki mənəviyyat bədənlə yox, ruhla bağlı məsələdir. İnkişafda olsun ki, müəyyən və müxtəlif mərhələləri keçdikdən sonra kamil insana çevrilsin. Allahın da insanı yaratmaqda hədəf və məqsəd odur ki, bir kamil varlıq ərsəyə gətirsin. Mənəvi inkişafa səbəb olan amillər çoxdur. Səbəb olasa amilləri çox sadalaya bilərik. Amma mane olan amillərdən danışmaq daha yaxşıdır. Çünki bir şeyin yaxşılığına səbəb olan şeyləri daha tez axtarırıq. Amma ona pislik gətirən səbəblərdən qaçırıq, yayınırıq. Niyə inkişafa aparan səbəblər yox, inkişafdan saxlayan səbəblər? Çünki bizim əsas problemimiz budur. Maniyələri görmürük. Məsələn, maniyyət də bizim problemimiz. Səhər evdən çıxırıq ki, işə gedək. Bizim getdiyimiz yolu, məntəqəni tanımamız mühüm deyil. Mənim iş yerim filan yerdədir. Mühüm olan birisi nədir? Yəni, buradan düz çıx, oradan sağa dön, yuxarı get, işıq orada dayan, dön gəlir. Bunlar yol hərəkəti qaydaları lazımdır, yaxşıdır. Amma biz bu qaydalardan daha çox, ya da ən az bu qaydalar qədər riayət elədiyimiz maniyələrdir. Məsəl üçün, güzgüyə baxmalıyıq, tez-tez arxadan maşın gəlir, yoxsa yox. Dönəndə dönmə işığını yandırmalıyıq. Çünki qəza şəraitindən qaçmağa çalışırıq. Çünki mənzil başına sağ-salamat getməliyik. Buna diqqət yetirməsək, yolu tanımamızın heç bir mənası, heç bir faydası olmur. Ona görə insan şəxsi və ictimai həyatındakı manilərə daha çox diqqət yetirməlidir. Bəs bizi inkişafdan, mənəvi inkişafdan, mənəvi mənzilə sağ-salamat çatmaqdan saxlayan maniyələr hansıdır? Burada əlbəttə bir çox səbəblər sadalamaq olar. Amma bunların ən başlıcası pis adətlərdir. Pis adətlər insanı mənəvi inkişafdan saxlayır. Öz üstdən burada siqaret çəkmək də ola bilər, içki içmək də ola bilər və bir sıra pis adətlər. Bəzən pis deyirik, yaxşını qoyub pisdən. Pis adətlərdən danışıq. Bəzən elə adət var ki, o adət gözəl adətdir, amma onu da çox eləyəndə o sənin mənəvi inkişafla problem yaradır. Əməl gözəldir, amma sən buna çox adət eləyəndə o səni mənəvi inkişafdan saxlayır. Məsələn, namaz gözəldir, düzdürmü? İbadətdir, ibadətlərdən gözəldir. Bir situasiya düşünək də, insan namaz qılır, namazında da daim eyni vaxtda, eyni saatda, əvvəl vaxtda namazını qılır, yuxu, səcdə, hər şey yerində, belə lap deyim, xuzu ilə, xuşu ilə qılır namazını və bu sırada valideyn, ana o birisi otaqdan çağırır ki, məsələn, əlim yanında bəzər, dur, yetiş. Bu adam orada eşidir ananın səsini. Amma deyir, mən ibadət edirəm, necə, mən namazımı qoyum. Məsələn, indi bunu misal çəkirəm. Adət elədiyi bir şeydir namaz. Orada Allah onu imtihan edir, görsün, sən bu namazı qılmağa adət eləmirsən, deyə bu cür tənzimdən, bu cür rahat qılırsan, namazdan yayınmırsan. Yoxsa yox, onun orada vəzifəsi odur ki, qalxıb ananın harayına yetsin. Yəni, burada namaz əfsəl ibadətdən ondan daha əfsəl olan o valideynin harayına yetməkdir, namazı saxlayıb. Yəni, bəzən adət, yaxşı adət ola bilər. Amma o yaxşı adətin özü belə səni mənəvi inkişafdan saxlaya bilir. Eləcə də pis əməllərimiz bizi mənəvi inkişafdan saxlayan amillərdilər ki, məsələn, qeybət haramdır. Qeybətə də insan bir vaxtdan sonra adət edir, artıq özündən asılı olmur, haramlığını başa düşən belə
Bəs danışır deyir, məsələn, mən danışmayacaqdım, bu sözü deməməydim burada, nə bilim falan filan. Artıq adət eləyib, artıq dayana bilmir. Birindən bir hadisə eşidir, tez yığır ona, rəfiqəsinə, atasına, anasına, ora, bura ki, bəs bunu danışsınlar. Adam o qədər adət eləyib ki, bu danışmağa, artıq onun qəlbində, zehnində saxlaya bilmir, istəyir elə bölüşsün kimdənsə. Adət eləmək, bir var bu günahı eləmək, sonra günahdan qaçmaq, yayınmaq, bir də var günaha adətkar olmaq. O ayədə deyir, Ya ibadiyellezine əsrafu alə ənfusihim. Özlərinə zülm etməkdə həddini aşan bəndələr. Həddi aşırsan, harda? Sən o günaha adət eləməklə. Yəni, sən o günaha bir kərə, iki kərə eləsən, və çəkilsən, peşman olsan, tövbə eləsən, qayıtsan, Allah sənə deməz, həddi aşan bəndə. Və deməz ki, İnnallah yağfuru zunuba cəmiyyəb, gəl, sən bütün günahları bağışlayacam da, adətkar olmuşsan da, sən o duaların birində var edir, münacat deyir, Allah, nə gözəl Allahsan, sən və nə pis bəndəyəm mən. Allah orada deyir, eyb yoxsan, pis bəndəsən, nadinc bəndəsən, eyb yox, mən sən bütün günahları bağışlayam, eyb yox, gəl, qayıt, tövbə elə. Tövbə bilirsə ki, Allah, insan da tövbə edir, Allah da tövbə edir. Tövbə yəni qayıdış, insan Allaha qayıdanda Allah da o insana qayıdır. Yəni sözümü çox mövzudan çıxmayaq, bu fikri çatdırmaqda məqsədim budur ki, insan günaha belə adətkar olanda artıq olur həddini aşan bəndə. Bir var günahı eləyəsən və o günahdan qayıtdıqca sən mənəviyyatın təmizlənəsən, inkişafa doğru qayıdasan, bir ümid yolu olanda bir balaca. Amma adətkar olanda o günaha səni mənəvi inkişafdan saxlayır. Adətkarlıq, bəzən yaxşı adətlərin özü belə insanı mənəvi inkişafdan saxlayır. Ki bizim tərəqqimiz budur, təmənnamız budur, özümüzdən ki, inkişaf eləyək, süqut eləməyək. İnsan yaranmayıb süqut eləmək üçün, insan yaranıb ki, Allahın qoyduğu hədəf və məqsədə doğru çatsın. İndi günah eləməyi bəşər, Adəm yaranandan bəri günah var insandan, daim ölənəcəndə olacaq. Günahla insan, düzdür, günahdan məsum olmaq, ismət məqamında məsum olanlar Peyğəmbər və Əhl-i Beyt idi. Günahdan da ismət məqamında yox əlbəttə. Öz həddimizdə günahdan məsum ola bilərik. Ta o vaxta qədər ki, özümüzü mənəvi inkişafa doğru aparaq, dartaq, çəkək o çıxırın içindən. Deyək, otur. İnsan otura nəfsindən üzbəüz otura danışa. Deyək ki, sənin düzəlmək fikrin var, yoxsa yox. Ondan sonra artıq əməllər axtara ki, mən necə mənəviyyatımı düzəldə bilərəm, hansı dua, biz bu dua da zikir, əlbəttə bunlar köməkçi vasitələrdir. İnsan əvvəlcə özünlə məşğul olmalıdır, öz daxilindən, öz nəfsi ilə məşğul olmalıdır, sonra gedib ayə axtarmalıdır, hədis axtarmalıdır, zikir deməlidir, gecə namazı qılmalıdır. Mənəvi inkişaf. Bizim hədəfimiz, məqsədimiz, qayəmiz budur. Allah inşallah bizi mənəvi inkişafa doğru yol alanlardan eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.